Salam yuxu həvəskarları. Heç yuxudan oyanıb gördüyünüz it yuxusunun nə mənaya gəldiyini düşünübsünüzmü? Tək deyilsiniz. Bugün itlərlə bağlı yuxuların maraqlı dünyasına və onların nə demək istədiyinə baxacaq. İlk öncə yuxuda it görmək. İtlər çox vaxt sədaqət və qorumanı simvolizə edir. Yuxunuzdakı it mehribandırsa, bu oyaq həyatınızda sadiq bir dostunuzu və ya qoruyucunuzu təmsil edə bilər. Amma əgər it aqressiv görünürsə, bu etibarlı görünən, amma olmayan birinə diqqət etmək üçün bir xəbərdarlıq ola bilər. İndi isə it dişləməsi haqqında danışaq. Bu, olduqca qorxulu ola bilər. Bir dişləmə sizə yaxın biri tərəfindən hücuma məruz qaldığınızı və ya xəyanətə uğradığınızı hiss etməyinizi ifadə edə bilər. Bu, həmçinin həyatınızda özünüzü təhdid altında və ya həssas hiss etdiyiniz bir vəziyyəti də göstərə bilər. İtin kimi təmsil etdiyinə diqqət yetirin. Bu, sizə kimin və ya nəyin narahatlıq yaratdığı barədə ipucu verə bilər. Heç itin səni qovması yuxusu görübsünüzmü? Bu, üz-üzə gəlməyə hazır olmadığınız bir problemdən və ya qorxudan qaçmağı simvolizə edə bilər. Bu, sanki bilinçaltınız sizə deyir ki, hey, bu problemlə üzləşməyin vaxtıdır. Sizi qovan it, diqqətinizi tələb edən və siz ondan qaçmağa çalışan birini də təmsil edə bilər. Amma unutmayın ki, yuxunun konteksti və itlərə qarşı şəxsi hissləriniz də vacibdir. Bəlkə də itləri sevirsiniz və onlar sizə rahatlıq gətirir. Ona görə də itlərlə bağlı bir yuxu yoldaşlıq və ya təhlükəsizlik istəyini ifadə edə bilər. Yaxud bəlkə də itlərlə pis bir təcrübəniz olub və onlar qorxduğunuz bir şeyi təmsil edir. Yuxular hər bir fərd üçün dərin şəxsi və unikaldır. Ona görə də bu şərhləri bir rəhbər kimi qəbul edin və onların öz həyatınıza necə tətbiq olunduğu barədə düşünün. Yaxşı yuxu həvəskarları, bu gün üçün bu qədər. Əgər bu videonu bəyəndinizsə, bəyənin və daha maraqlı yuxu şərhləri üçün abunə olmağı unutmayın. Şirin yuxular.